Xoş gördük əziz dinləyicilər. Mən 2 gün qabaq sizə İsrailin Suriya ərazilərində bəzi yerlərin bombalanması və Türkiyəyə orada baza qurulmasına bir etiraz nümayişi kimi bu barədə bir məlumat vermişdim. Məhz Amerikanın da tutumu barədə sizinlə danışmışdım ki, əlbəttə ki, Amerika İsrailin müttəfiqi ola bilər, amma bu günləri Türkiyə ilə çox ciddi bir planı var Amerikanın və bu mənada o Türk prezidentini və Türkiyəni, necə deyirlər, unutmaq istəmir. Məhz dünənləri İsrail baş naziri Netanyahunun Amerikada keçirilən görüşü də məhz bizə bunu deməyə əsas verir. Deməli, Amerikanın prezidenti Trump bildirdi ki, mənim Türkiyə prezidentini çox sevirəm, onunla əlaqələrimiz çox ciddidir, o çox belə möhtəşəm insandır, ona Suriyanı aldı, o çox güclü ordusu var. Bütün bu sevgi naralarını bildirməklə sanki 18 yaşında yeniyetmələrin bir-birinə sevgi məktubları göndərdi. Və Trump'a da bildirdi ki, üzr istəyirəm, Netanyahu'ya da bildirdi ki, bizim Türkiyə ilə çox yaxşı münasibətlərimiz var. Sizin aranızda ara buluculuq edə bilərik. Sənin bir problemin varsa mən bunu Erdogana çatdıraram. Və Türkiyə bizim çox ciddi müttəfiqimizdir və biz Türkiyənin Erdoğanla mənim çox yaxın münasibətim var. Necə ki Hakan Fidan bildirmişdi ki, biz İsraillə Suriyada müharibə etmək istəmirik. Eyni mesajı Netanyahu Amerikada bildirdi ki, bütün dünyaya biz Türkiyə ilə heç bir münaqişə istəmirik. Və məsələ aydın oldu. Məsələ aydın oldu ki, bəli, Amerikanın regionda ciddi maraqları var. Bəli, onlar ki, İsrail onun müttəfiqidir. Amma qabaqda İran məsələsi var. Qabaqda Yaxın Şərq məsələsi var. Və bu mənada Trump güclərlə oynayan bir figurdur. Erdogana da ciddi müsbət, necə deyərlər, imkanlar yaratmış biridir. İmamoğlu'nun tutulması məsələsi bugün aydın olur ki, İmamoğlu tutulması məsələsi məhz Erdoğanla Trump'ın bir-biriyle münasibətində və telefon zəngindən sonra baş verir. Demək ki, yaxın şərqdə ciddi münasibətlər var və nəyəsə hazırlaşılır. Və Türkiyəyə də Suriya güzəştə gedilib. Və bunu da yaddan çıxartmayaq ki, bu günləri regionda 2 güclü dövlət var, yaxın şərqin 2 güclü dövləti var, Türkiyə və İsrail. Əlbəttə, Azərbaycan da bu 2 ölkə arasında çox unikal münasibətləri olan bir ölkədir və İsraillə təbii və səmimi müttəfiqdir, strateji müttəfiqi ikisi də. Bu günləri regionda çox suallar verirlər ki, İsrail Türkiyə ilə müharibə eləyə bilər mi? Eləyə bilməz, etməz. Çünki yaxın şərqin 2 yönetici dövləti var. İsrail və Türkiyə. Bəs necə olacaq? İsrail Suriyada Türk bazalarını vuracaq mı? Xeyr, vurmayacaq. 2 müttəfiq regionun ən güclü dövləti sadəcə özlərinə güzəştə gedə bilərlər. Özlərinə güzəştlər razılaşmayla müəyyən güzəştlərə gedə bilərlər. Əgər bu razılaşma baş tutmasa belə, İsrail Türkiyənin maraqlarını Suriyada qoruyacaq, Türkiyə də İsrailin maraqlarını hardasa qoruyacaq. Və sizə bir dənə unikal bir məlumat verim. Xatırlayırsınız, bütün Fələstinlə, Hamasla müharibə başlayanda Türkiyənin, Erdoğanın birbaşa Hamasa dəstəyini biz gördük. Hər bir addımda, hər gün Türkiyədə Erdoğanın oğlundan tutmuş özünə qədər Fələstin mitingləri keçirilirdi. Amandı, qoymayın, dağıtdınız, öldürdünüz. Amma Trump hakimiyyətə gəlir, Qəzza Palace yaradır. Mən bir Qəzzanı tutacağım, orada gözəl binalar tikəcəm, kazinolar yaradacağım, orada barlar tikəcəm. Bir dəfə də olsun siz Erdoğanın buna etirazını gördünüz mü? Xeyr, görmədiniz. Görməyəcəksiniz də. İndi görürsünüzmü, bu böyük bir oyundur. Türkiyədə olan Fələstin məsələsi də sadəcə olaraq Erdoğan bir ixvancıdır, orada olan cahil müsəlmanları müəyyən mənada manipulyasiya etmək üçün bu ona ehtiyacı var. Yəni, uzun sözün qısası, bu günləri regionda İran var, bugün Yaxın Şərq var. Yaxın Şərqi Türkiyə, İsrail və Amerika söz sahibidir. Bu mənada İsrail Türkiyəyə güzəştə gedəcək. Türkiyədə İsrailə güzəştə gedəcək. Birincini dedim, Hamas məsələsi. Bəlkə də Qəzzanın götürülməsini artıq göz yumub, artıq Türkiyənin səsi çıxmır Qəzza məsələsində. O digər səs çıxmalar o daxili auditoriyaya görədir, o sizi aldatmasın. Ay Fələstin bir xeyr. Bəlkə də Türkiyə İsrail üçün Qəzzanın verilməsini
və ya da başqa məsələlərin verilməsi üçün göz yumacaq. Ona görə də bu günlərə Trampın məsələsi ortaya çıxdı və Tramp da birbaşa açıqcasına bildirdi ki, bizim ikimizin arasında münasibətlər yaxşıdır. Mən Türkiyə ilə sicalaşdıra bilərəm, auditoriyanı necə deyirlər, moderatorluq edə bilərəm. Yəni gedin işinizlə məşğul olun. Türkiyə də mənim dostumdur, sən də mənim dostumsan. Yaxın Şərqdə bölüşün və bir-birinizin maraqlarına hörmət edin. Yəni bütün bu məsələlərə aydınlıq gəldi. Yəni Trampa dediyim kimi 2 gün bundan əvvəl dediyim kimi güclü müttəfiq lazımdır və Türkiyə də onun Yaxın Şərqdə ən güclü müttəfiqidir və onun gizli planları da əlbəttə ki var, amma biz hələ ki bu gizli planları oxuya bilmirik. Oxuduqda da sizə çatdıracağıq. Təşəkkür edirəm.